Sabahınız hayır olsun. Aziz ve sevimli neçəncisiniz? İkincisiniz şagirdlərim. Yanvar ayının ikinci ders gününde her birinizi hoş gördük. Aziz şagirdler, bugün bizim yanvar ayında keçirilmesi olan sonuncu ders günümüzdür. Çok təəssüf hissiyle deyirəm bunu. Sebep de odur ki, gələn həftənin ikinci günü 20 yanvar tarihi matəm günü olduğundan məktəb olmayacaq. Heç kim məktəbə gəlməyəcək. Yani gələn həftənin ikinci günü iş olmayacaq. Qeyri-rəsmi iş günü olacaq. Odur ki, məktəb də olmayacaq, heç bir idarələr işləməyəcək. Amma o biri həftənin ikinci günü şagirdlərin dükkanlar işləyəcək. O biri həftənin ikinci günü isə dükkanlar işləyəcək. Saat 12'dən sonra işləyəcək. Uşaq günə yaxşı sual verir. Deyirəli mi? Gələn həftənin ikinci günü dükkanlar, mağazalarda yəni işləyəcək. 12'den sonra işləyəcək. Bəli, 12'den sonra işləyəcək. O biri həftənin ikinci günü isə artıq sizin qış tətiliniz olacaq. Odur ki, bugün bizim yanvar ayında keçirilməli olan sonuncu dərs günümüzdür. Bir de bizim dersimiz olacaq, yeni dersimiz olacaq təqribən fevral ayının əvvəllərində. Uşaqlar, siz mənə deyin, görün sonuncu dəfə biz neçənci səhifəni keçmişdik? 36-37. Bugün ise 38-39. səhifəni keçirik. Hə uşaqlar, düzdür. 38-39, düz dediğim 38-39. Uşaqlar, 38-39. səhifəni açırsınız, yeni dərsimize başlayın. Açdınız uşaqlar? Ayağın köməklə açmağa. 38. səhifəni açmağımız çok bir məsələdir. Əkbər. Yaxşı, başla. Görək bu neçənci bölmənin dərsidir? 4-cü bölmənin. Bəli. Unit 4. Dərs 1. Parmağımı belə göstərir, deyir, dərs 1. İçində də olur. Əlin də göstərib, deyir ki, dərs 1. Parmağı ilə götür. Bu 1'dir. 1'dir bu Əkbər. Unit. Bölmə 4. Dərs başlanğıcında. Adamın qarşılaşması olur da. Hər bir türlü. Unit 4. Bölmə 4. Unit 4. Bölmə 4. Lesson 3.